Deməli, bu adamın adı Mahirdir. Mahir Süleymanlı, millət vəkilidir. Görün, Xaçmaz və Şabran üçün Milli Məclisdə nə deyib? Qulaq asaq. Hörmətli xanım sədr, bugün deputat olduğum 56 saylı Şabran Xaçmaz seçki dairəsi üzrə bir neçə məsələni icazə versəydiniz, sizin parlamentin və hökumətin diqqətinə çatdırmaq istərdim. İlk olaraq Şabran rayonunun Rəhimli kənd tam orta məktəbini və Xaçmaz rayonunun Qaracıq Zeyid kənd orta məktəblərinin uzun illərdir əsaslı təmir ehtiyacı olduğunu bildirirəm və bu təhsil ocaqlarının yenidən qurulmasında hökumətimizdən kömək istəyirik. Bundan əlavə uzun müddətdir ki, sual altında qalan və baxımsız vəziyyətdə qalan Şabran rayon mərkəzi stadionunun təmiri rayonun sosial-mədəni həyatında əhəmiyyətli dönüş yaradacaqdır. Stadionun müasir standartlara uyğun bərpası gənclərimizin idmana marağını daha da artıracaq, futbol və digər idman növlərinin inkişafına güclü təkan verəcəkdir. Həmçinin Şabran rayonunun Gəndov kəndində kiçik yaşlı uşaqlar üçün uşaq bağçası, körpəli evinin inşasını da diqqətinizə çatdırmaq istərdim. Bu layihə həm sosial və həm də iqtisadi baxımdan faydalı olmaqla yanaşı, azyaşlı uşaqların təlim, tərbiyəsi və əlverişli şərait yaradacaq, eyni zamanda ailələr üçün əlavə məşğulluq imkanları formalaşdıracaq. Mahir Süleymanlı Xaçmazda, Şabranda, kəndlərə qədər gəzib, xalqın nə çətinlikləri var, nə narazıçılıqları varsa, hamısını qeyd edib və Milli Məclisdə bu məsələni işıqlandırıb. Bax, belə millət vəkilləri bizə lazımdır ki, bizim ölkəmiz, şəhərlərimiz inkişaf etsin. Bizim çətinliklərimizi bildirmək lazımdır, göstərmək lazımdır ki, o çətinlikləri aradan götürsünlər. Dəyərli izləyicilər, hər bir məmur, hər hansı bir dövlət işçisi bu cür məsuliyyətlə, bu cür düzgün formada işin görsə, biz vətəndaşların da çətinlikləri, narazıçılıqları, hər hansı bir şikayətləri olmasın. Bax, bu videonu gördüm, istədim ki, mən də paylaşım. Çünki çox adam televizora baxmır, məlumatı olmur. Bu dəqiqə kütlənin çoxsu platformada, sosial şəbəkələrdədir. İstədim ki, siz də biləsiniz ki, bax, belə millət vəkilləri var ki, işini vicdanı ilə, şərəfi ilə, ləyaqətli formada görür. Var digərləri də. Allah hər birinə can sağlığı versin ki, sadəcə çəkib ictimaiyyətə göstərmək lazımdır ki, bu cür məsələlər daha tez-tez işıqlandırılsın. Bunun da bizim xalqımıza, millətimizə, bax, belə çətinliklərin aradan qalxmasına çox böyük bir kömək olur. Bu qədər. Özünüzə yaxşı baxın, özünüzü qoruyun.